Yoxdur ki Eyvallah. gözəl. Biri də var üslubiyyət. Üslubiyyət dərsindən qəbula tez-tez suallar düşür. Keçən dəfə yazı nümunəsi saldılar, yazı saldılar. Böyük ehtimalla üslubdan bu imtahan gözləyirəm ki, qəbula sual düşər. Üslub başqa anlayışdır, üslubiyyət başqa anlayışdır. Üslubiyyət anlayışı üslubun içərisində gedir. Necə yəni? Üslub sözü dəstixət deməkdir. Nə deməkdir? Dəstixət. Yəni üslub deyəndə mən deyə bilərəm Cavid üslubu var. Mən deyə bilərəm hər hansı bir müəllimin öz üslubu var. Məsəl üçün romantik üslubu var, satirik üslubu var, ədəbiyyatda Cavid üslubu var, Nizami Gəncəvi üslubu var, Füzuli üslubu var. Başa düşdünüz? Məsəl üçün və ya deyirəm idman üslubu, idman stili, geyim üslubu, rəsm üslubu. Üslub daha geniş anlayışdır. Üslubiyyət isə dilin üslublarını öyrənən dilçilik bölməsidir. Nəyini öyrənir üslubiyyət? Bizim dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsi üslubiyyət. Üslub deyəndə neçə dənə üslubu nəzərdə tuturuq, üslubiyyət deyəndə. Bunlar bir yerdə adlanır funksional üslublar sistemi. Funksional üslublar sistemi. Funksional üslublar sisteminə hansı aiddir? Bədii, elmi, publistik, rəsmi şüzar və məişət. Bunların yetərincə bir-birindən fərqli cəhətləri var, yetərincə. Amma bir dənə oxşar cəhəti var, qəbulunuza da düşüb. Bu 5 dənə üslubun ən əsas oxşar cəhəti hansıdır? Ortaq əlaməti. Ədəbi dilin Normalarına riayət olunması. normalarına tabe olmaları. Bax, bir də deyirəm, ha, qarşınıza çıxacaq. Dərsi başa salan kimi testini burada işlədəcəm. Ədəbi dilin normalarına tabe olmaları. 5 üslubun oxşar cəhətidir. Ədəbi dilin normalarına tabe olmaları. İndi keçək bir-bir üslublara. Ortağını bildik. İndi hərəsi haqqında, fərqli əlamətlər haqqında danışaq. İlk öncə gəlir bədii üslub. Bədii üslubda sizə açar sözlər deyəcəm. Həmin o açar sözü deyəndə sən artıq biləsən ki, hansı üslubdur. Testdə o sözü gördün, həmin üslubu da götür arxayın ol. Obrazlılıq deyirəmsə, hansı üslubdur Rüqəyə xanım? Bədii üslub. Obrazlılıq. Emosionallıq deyirəmsə, hansı üslubdur? Bədii. Bədii üslub. Bax, obrazlılıq, bədii üslub. Emosionallıq, bədii üslub. Obrazlı nitq formasıdır. Nağıldır, povestdir, romandır, hekayədir. Bunlardan çox nə olur? Pərvin, obrazlar olur da, mənfi obrazlar, müsbət obrazlar, baba, qəhrəman obrazlar. Deməli, belə deyək də, səndən soruşsa ki, hekayənin dili hansı üslubdur, nə deyəsən? Bədii üslub. Səndən soruşsa ki, povestin dili hansı üslubdur? Bədii üslub. Romanın dili hansı üslubdur? Bədii üslub. Obrazlıqdan, emosionallıqdan, məcazi mənalı sözlərdən. Məcazi məna bilirsiniz nədir? Biri var soyuq su, bu həqiqi mənadır. Biri də var soyuq münasibət. Münasibət soyuq olmur axı, düzdür? Biri var təmiz stəkan, təmiz qab. Bu həqiqi məna. Bir də var təmiz vicdan. Bu necədir? Məcazi mənadır. Bax, bu cür məcazi nağıldır da, nağılda biraz şişirtmə olar axı, düzdür, povestdə. Şişirtmə, mübaliğə deyirlər. Şişirtmə olar, obrazlar olar. Bir də görsən, təmsillərdə heyvan falan danışır. Bax, bunun hamısı obrazlıqdır, məcazilikdir. Deməli, məcazilik gördüm. Hansı üslub götürəcəm? Kəmal xanım, götürəcəm bədii üslub. Müəllim, bədii üslubdan başqa hansı sual düşə bilər? Bədii üslubdan sual düşə bilər ki, bax, hamısını qeyd edin dediklərimin. Bu üslublar, bu üslub qədimliyi və bütün tarix boyu aparıcı olması ilə seçilir. Bütün tarix boyu aparıcı olması ilə seçilir.
Hansı üslub oldu bütün tarix boyu aparıcı olması ilə seçilən? Bədii üslub. Bütün tarix boyu aparıcı olması ilə, qədimliyi ilə seçilən hansı üslubdur? Bədii üslubdur. 10-cu əsrdə də bizim yazıçımız var idi, 9-cu əsrdə də var idi, 19-cu əsrdə də var idi, indi də 21-ci əsrdə də var. Aydındır. İstənilən əsrdə bizim yazıçımız bütün tarix boyu aparıcı olması ilə seçilir. Hansı üslubdur? Bədii üslubdur. Məcazi mənalı sözlər hansı üslubdadır? Bədii üslublardır. Obrazlıq hansı üslubdadır? Bədii üslubdadır. Emosionallıq hansı üslubdadır? Bədii üslubdadır. Bu qədər sadə. Daha sonra gəlir elmi üslub. Elmi üslub deyəndə necə tapım? Elmi üslub deyəndə elmi üslub müxtəlif elm sahələrinin dilidir. Müxtəlif elm sahələrinin dilidir. Müəllim, asan gəldi bizə desəz, obrazlıq, emosionallıq, bədii üslub. Məcazi məna, bədii üslub. Elmi üslubda da elə açar sözlər varmı? Var. Bu açar sözləri gördün, heç 10 saniyə çox fikirləşmə, çox olar 10 saniyə. O məntiqlilik, elmi üslub. Ardıcıllıq, elmi üslub. Konkretlik, elmi üslub. Dəqiqlik, elmi üslub. Bir mənalılıq, elmi üslub. Hansı sözlər oldu? Açar sözləri. Məntiqlilik, ardıcıllıq, konkretlik, dəqiqlik, bir mənalılıq. Hansı üslubun əlamətləri oldu? Elmi üslubun əlamətləri. İndi mən sizə deyirəm ki, müəllim dedi ki, bu elm sahələrinin dilidir. Riyaziyyat elmi, elmi üsluba aiddir. Azərbaycan dili, mən sizə hal-hazırda hansı üslubda dərs keçirəm? Elmi. Elmi üslubda dərs keçirəm, düzdür? Elmi üslubda, gəlin indi belə danışaq. Məsəl üçün, coğrafiyada urbanizasiya sözü var. Urbanizasiya bilirsiniz nədir? Bilmirsiniz də, düzdür? Məsəl üçün, biologiyada var. İndi aranızda bilən var, coğrafiya sahəsində olan var. Tarixdə var xronologiya sözü, etimologiya sözü. Azərbaycan dilində var. Azərbaycan dilində fərqli sözlər var. Coğrafiyada boğaz, körfəz, kimyada var, nə bilim, müxtəlif maddələr, maqnezium, nitrium, natrium, düzdür? Hər birində nə var? Terminlər var. Bu terminləri də bəzilərini bildik, bəzilərini bilmirik. Deyə bilərəm, elmi üslubdakı cümlələr mürəkkəb cümlələrdir. Məsəl üçün, riyaziyyatda trigonometriya izah olmadan biləniniz var, çətin gəlir də. Gəlir o sahənin adamı olasan, düzdür? Azərbaycan dili asan olsaydı, yəqin hazırlıq deyilən bir şey olmazdı, düzdürmü? Azərbaycan dili, riyaziyyat, ingilis dili, alman dili, qanunvericilik, məntiq. Bunlarda hamısında necə cümlələr var ki? Mürəkkəb cümlələr var. Mürəkkəb cümlələr deməli, məndən soruşsa, hansı üslubdadır? Elmi üslubdadır. Elmi üslubda elə cümlələr var ki, onun nəyə? İzaha ehtiyacı var. Nəyə ehtiyacı var? İzaha ehtiyacı var. Nə qədər dərslik görürsən? Dərsliklərin hamısı hansı üslubdadır? Elmi üslubdadır. Əli, mən əgər dərslik deyirəmsə, dərslik deyirəm də, düzdür? Bu dərsliklərdə formullar olur. Olur da, yaxşımı? Formul olur. Düsturlar olur. Bəli. Olur. Qrafik vasitələr olur. Olur. O kimya kitabı var idi, yadınıza gələr. İndi bilmirəm, bəlkə də dəyişiblər. Arxasında Mendeleyevin cədvəli var idi. Bax, bütün hamısında düstur, cədvəl, qrafik, qanunda da cədvəl var. Formul, düstur, qrafik vasitə, rəqəm, diaqram, cədvəl. Bunların hamısı hansı üsluba aiddir? Elm üsluba aiddir. Termin desəm mənə, terminlər harda olur? Müəllim, riyaziyyatın öz termini var. Azərbaycan dilinin öz termini var. Biologiyanın öz termini var. Kimyanın öz termini var. Fizikanın öz termini var.
Düzdürmü? Qanunvericiliyin öz terminləri var. Bunların hər biri nədir? Terminlərdir. Termin gördüm, hansı üslubu götürəcəm? Elmi üslubu. Düstur gördüm, elmi üslub. Qrafik vasitə, elmi üslub. Rəqəm, elmi üslub. Diaqram, elmi üslub. Cədvəl, elmi üslub. Bu qədər sadə. Mürəkkəb cümlələr gördüm, hansı üslubu götürəcəm? Elmi üslub. Modal söz. Modal söz bilirsiniz nədir? Modal söz modal sözlər, ara sözlər gördünüzsə, nə götürəsiniz? Elmi üslub. Elmi üslub. Bax, modal söz, ara söz. Nə götürəcəksən? Elmi üslub götürəcəksən. Müəllim, bir qədər əvvəl dediniz ki, bədii üslubun açar sözü nə oldu? Obrazlıq, emosionallıq, məcazi mənalı sözlər. Elmi üslubda da bu dedikləriniz ola bilərmi? Qəti ola bilməz. Elmi üslubda məcazi mənalı sözlərə yol verilmir. Azərbaycan dilində görmüsünüz, sizə göndərdiyim PDF-də məcazi mənalı söz. Görməmisiniz. Düzdür. Riyaziyyatda görmüsünüz məcazi mənalı söz, obrazlıq. Görməmisiniz. Biologiyada, coğrafiyada görmüsünüz, görməmisiniz. Bunların heç birində məcazi mənalı sözlərə, çox mənalı sözlərə, mətnaltı mənaya malik olan sözlərə, iki başlı sözlərə, obrazlığa, emosionallığa yer verilmir. Aydındır? Bu qədər sadə. Elmi üslubla bədii üslubu necə qarışıq sala bilərsiniz? Mən sizə məlumat verim. Bədii üslub dedim, indi povestin falan dildir, düzdür? Səyahət müəllim dedi ki, bu povest, roman, hekayənin dili hansı üslubdur? Bədii üslub. Sonra da Səyahət müəllim yenə də, bu görürsünüz, özümü deyirəm. Dedi ki, biraz bəlkə də sizdə qarışıqlıq ola bilər. Ədəbiyyat da elmdir də, düzdür? Ədəbiyyatın da dərsliyi var, düzdürmü? Bunu da müəllim dedi ki, elmi üslub. İndi mən bunları necə ayırım? Sizə belə bir nümunə deyim. İkisini də bir şəxs haqqında deyirəm. Nizami Gəncəvini hamı tanıyır da, düzdürmü? Ay sağ ol. Bax, sizə belə bir mətn versə ki, Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində doğulub, 1209-cu ildə Gəncədə vəfat eləyib. Öz dövrünün ən məşhur yazıcı şairlərindən biri olmuşdur. Onun məşhur xəmsə əsəri var. Əsərlər toplusu daha doğrusu. Onların da arasında ən məşhuru Leyli və Məcnundur. Belə bir sizə nümunə versə, nə götürəcəksən? Elmi. Elmi üslub götürəsən. Leyli Məcnun haqqında məlumat verir. Filan ildə yazılıb, hal-hazırda filan şəhərdə saxlanılır, filan film çəkilib. Bunlar nədir? Elmi üslub. Amma sənə gətirsə mətndə Leyli və Məcnunun bir-birindən, elə bil mətndən çıxarır, sənə verir. Leyli və Məcnunun bir-biri ilə danışdığı hissəni versə, görüşdüyü hissəni versə, o hansı üslubdur? Bədii. Bədii üslubdur. Leyli və Məcnun bir-birindən dialoqu seçə bilirsiniz də. Leyli Məcnuna xitab eləyir, Məcnun Leyliyə xitab. Elə bir hissə gördün, götür bədii üslub. Yox, gördün ki, Nizami Gəncəvi haqqında məlumat verir, əsərin yazıldığı il haqqında məlumat verir, əsəri tərifləyir. Hansı üslub götürəsən? Elmi üslub götürəsən. Aydındır. Ola bilər ki, ikisində birində versin bir cümlədə. Necə? Yəni həm elmi üslub olsun cümlədə, həm bədii üslub olsun belə deyək. Bir cümlədə ola bilər o ikisi də. Yox, ola bilməz. Ayrı-ayrı nümunə şəklində verə bilərsən. Birinci nümunəni verdi, ikinci nümunəni daha sonra verə bilərsən. Bildin necə? Birinci nümunəni verir sənə. Birinci nümunəni verir, Nizami Gəncəvi yəqin ona qatmaz da. İkinci nümunədə artıq sənə görəsən ki, dialoqlar var. Onu seçəndə çox rahatlıqla seçərsən.
Məsəl üçün belə bir nümunə sənə verirsə, hansı götürəsən? Səfəvilər dövləti 1501-ci ildə yaranıb, ən qüdrətli hökmdarı Şah İsmayıl Xətai 1524-də kimi hakimiyyətdə olub. Hansı üsluba aiddir bu? Elmi. Bu elmi üslub adıdır onda. Bu elmi üsluba. Amma Şah İsmayıl Xətainin Sultan Səlimlə şahmat oynadığı bir yer var. Oranın səviyyəsi bir-birindən danışırlar, söhbət edirlər. Orada hansı üslubu götürəsən? Lan bu da Bədii, bədii bədii. toxudur. O bədii üslub. Başa düşdün? Orada obrazla. O momentdə sən bədii üslubu götürəsən. Aydındır, nümunələrlə göstərəcəm testdə, narahat olma. Bəli. Bu oldu bədii üslub. Biri də var, publistik üslub. Publistik üslub deyəndə o ən gözəllərindəndir. Bax, publistik üslubda nə var? Qəzetin dili, jurnalın dili, radionun dili. Bir də televizyon dili. Qəzet, jurnal, radio, televizyon dili nədir? Öz aramızdır. Bax, kitabda yaxşı başa düşürsünüz, yoxsa qəzetdə görürsən, məsəl üçün, riyaziyyat kitabını bu dəqiqə bir savadsız, yəni onun savadsız deyəndə o sahənin mütəxəssisi olmayan bir şəxsə ver, əziyyət çəkəcək də, düzdür? Necə ya, bu cümlələr mənə çətin gəlir. Çünki mürəkkəb cümlədə elmi üslubdur. Görmüsən, heç kimsə qəzet oxuyanda çətin gəlsin, jurnal, televiziyaya baxanda nəyisə başa düşməsin, radioya qulaq asanda, xəbərləri görmüsünüz, kimsə başa düşməsin. Ham başa düşürdü, düzdür? Birbaşa xalqa xitab edir çünki. Çünki orada nə var? Hansı açar söz var? Kütləvi anlaşılıq, aydınlılıq, bir də təsirlilik. Sözləri gördün necə tapsırıq? Kütləvi anlaşıqlıq, aydınlılıq, təsirlilik. Sən sual verirsə ki, bunları bilirsən də, qəzet, jurnal, radio, televiziya neçə forması var? Nə deyəsən? Bir şifahi forması, bir də yazılı. Şifahi dedikdə nəyi nəzərdə tuturam? Radionu, bir də televizyonu. Yazılı dedikdə qəzeti, bir də jurnalı. Publistik üslub forması yazılı şifahidir. Şifahi dedikdə radio, televiziyadan aldığım məlumat. Yazılı dedikdə qəzet, jurnaldan aldığım məlumat. Publistik üslub budur. Publistik üslubun lüğət tərkibi anlaşıqlı olmalıdır. Ağır terminologiyadan terminlər ola bilər, müxtəlif terminlər. Məsəl üçün, futbol qəzeti var, jurnalı var, indi korner falan, belə sözlər ola bilər dilimizdə. Amma ağır terminologiya yox. Müəyyən bir əhaliyə xitab edən, nəinki riyaziyyatda olan terminlər. Aydındır, publistik üslub danışıq dili deyil. Amma danışıq dilinə yaxındır. Danışıq dilimiz desəm amma hansıdır? Məişət üslubu. Danışıq dilimiz hansı oldu? Məişət üslubu. Məişət dedikdə müəllim nə nəzərdə tutursunuz? Gündəlik həyat. Gündəlik həyatda istifadə etdiyimiz üslub hansı üslubdur? Məişət üslubudur. Məişət üslubunda müəllim açar söz hansıdır? Daha hamısına dediniz. Məişət üslubunda var nitqin sərbəstliyi və əlnəyi təbiiliyi. Bir nitqin sərbəstliyi var, bir də təbiiliyi var. Məişət üslubunun daha hərəmiz bir regiondanıq da, düzdür? Deyə bilərəm, dialekt sözlər olur. Dialekt. Dialekt sözlər bilirsiniz nədir? Hər bir regionun özünə məxsus olan sözləri. Bax, bu dialekt üslubu aiddir. Düzdür? Dialekt üslubu, məsəl üçün, Gəncə Qazax zonasının öz dialekti var. Naxçıvanın öz dialekti var. Düzdür? Əsərlərdə heç görmürsünüz dialektika. Əsərlərdə ola bilər. Bədii üslubda ola bilər. Məsəl üçün, elmi üslubda ola bilməz. Qəti ola bilməz. Elmi üslubda qəti ola bilməz. Publistik üslubda da ola bilməz. Amma bədii üslubda ola bilər. Necə ola bilər? Məsəl üçün, mən bir əsər yazıram, Pərvin. Əsər yazıram. Əsərimin baş qəhrəmanı
Mən yazıçıyam da, bədii üslubun nümayəndəsiyəm. Əsərimin baş qəhrəmanı Gəncəlidir və ya Lənkəranlıdır. Deməli, mən o əsəri tamaşaçıya sevdirmək üçün hansı ləhcədən istifadə edəcəm? Hansı dialektikadan istifadə edəcəm? Ya Gəncəlidirsə Gəncə zonasının dialektikasından, Lənkəranlıdırsa Lənkəran zonasının. Deməli, sənə iki cür sual verə bilər. Birində sual verə bilər ki, dialektika hansı üslubun canıdır? Əsas xüsusiyyətidir. Nə götürəsən? Məişət üslubu. Sənə sual versə ki, bəs hansı üslubda da dialektikadan istifadə olunur? Nə götürəsən? Oluna bilər. Bədii üslub. Biri var deyəcək, əsas xüsusiyyətidir, canıdır. Götürürsən məişət üslubu. Məişət üslubu dialektikanın canıdır. Amma sual versə ki, dialektikadan hansı üslubla da istifadə oluna bilər? O tamaşaçını ələ almaq üçün də, belə deyim, tamaşaçı da deyə bilər, oxuyucu da deyə bilərik. Onu ələ almaq üçün hansı üslubdan istifadə edirsən? Bədii üslubdan. Yəni deyirəm, mən əsər yazıram, əsərimin baş qəhrəmanı Azərbaycanın hər hansı bir regionundandır. Deməli, mən həmin regionun nəyindən istifadə edəcəm? Dialektikasından. Həmin rayonun özünə məxsus sözlərindən istifadə edəcəm. Başa düşdünüz bura kimi? Gözəl. Müəllim, məişət üslubdan başqa hansı? Sizə desə ki, xalq danışıq dili hansı üslubdur? Məişət üslubudur. Lorunetik hansı üslubdur? Məişət üslubudur. Ən geniş yayılmış üslub. Nigar xanım, ən geniş yayılmış. Kütləvi üslub hansı üslubdur? Məişət üslubudur. Məişət. Sizə sual versə ki, müxtəlif üslub nümayəndələri bu üslubda birləşir. Variantları versə, hansı üslubu götürəsiniz? Məişət üslubu. Mən hal-hazırda sizə hansı dərsi keçirəm? Elmi üslubda keçirəm də, düzdür? Dərsi bitəndən sonra gündəlik həyata qaydanda hansı üslubdan istifadə edəcəm? Məişət Məişət üslubu. üslubu. Düzdür? Siz də onun kimidir. Məsəl üçün, aranızda dövlət işçisi varsa, rəsmi işgüzar üslubdur. Evə qaydanda hansı üslubdan istifadə edəcək? Dostla, tanışınla, yaxınınla görüşəndə. Məişət üslubundan. Başa düşdünüz nə demək istəyirəm? İşdə hə, müxtəlif üslublar, amma yayılmasına görə ən geniş yayılmış üslub hansıdır? Məişət üslubudur. Müxtəlif üslub nümayəndələrini özündə birləşdirən üslub hansıdır? Məişət üslubudur. Aydındır. İşlənmə dərəcəsinə görə ən üstün üslub hansıdır? Məişət üslubudur. Biri də var, rəsmi işgüzar üslub. Biri də var, rəsmi işgüzar üslub. Rəsmi işgüzar üslub deyəndə nə nəzərdə tutur? Rəsmi işgüzar üslub nə qədər sənət var? Hamısı rəsmi işgüzar üslubdur. İşləyirsiniz də yəqin o sənətlərdə. Sənətlərin dili. Bax, hərəsini bir şeylə kodlaşdırırıq. Nəyin dilidir? Sənədlərin dilidir. Nə qədər sənət tanıyırsınız? Fərman, əmir, sərəncam, protokol, akt, vəkalətnamə, reklam, sonra arayış, izahat, hamısının dili hansı üslubdur? Rəsmi işgüzar üslubdur. Müəllim, rəsmi işgüzar üslubu necə tapım? Açar söz deyin. Sizə desə ki, hansı üslubda standart formalardan istifadə edilir? Standart formalardan. Bunu mən sizə izah edeyim. Məsəl üçün, mən desəm ki, sizə, Kamran, desəm ki, sən ərizəni istədiyin kimi yaza bilərsən? Yox. Çünki onun nəyi var? Standart forması var da. Ərizənin yazılma qaydasını yəqin hamı bilir də, düzdür. Protokol desəm, istədiyin kimi kimsə yaza bilər? Yox. Aktı, qanunu, fərmanı, vəkalətnaməni, davernusu da rus dilində deyək, arayışı. Yox. Deməli, mənə sual versə ki, standart formalardan hansı üslubda istifadə edilir?
Rəsmi işgüzar üslubda. Sual versə ki, rəsmi işgüzar üslubda artıq sözlər işlədilə bilər. Görmüsünüz qanunda artıq söz. Keçsizdə yəqin. Artıq sözlər işlədilə bilər rəsmi işgüzar. Obrazlı ifadələr var rəsmi işgüzar üslubda. Obrazlıq var? Yoxdur. Fikir yığcam verilir. Bir də sizə sual verəcək fərdi nitq. Fərdi nitq ünsurlarının sual verəcək ki, fərdi nitq ünsurlarının ən çox hansı üslubda istifadə edilir? Cavabınız olacaq bədii üslub. Sizə sual versə ki, fərdi nitq ünsurlarından hansı üslubda ümumiyyətlə istifadə edilmir? Qadağandır. Nə deyəsən? Rəsmi işgüzar üslub. Bir də deyirəm. Hansı üslubda fərdi nitq ünsurlarından istifadə edilmir? Rəsmi işgüzarda. Hansı üslubda fərdi nitq ünsurlarından ən yüksək dərəcədə istifadə edilir? Bədii üslubdur. Müəllim, sual versəm ki, tərkibi yığcamdır, normallığı möhkəmdir, rəsmi işgüzar üslub. Müəllim, o sənət deyilsiz, sənətlər neçə yerə bölünür? Biri var rəsmi sənətlər, biri də var işgüzar sənətlər. Rəsmi sənətləri keçsiz qanunvericilikdə hansılardır? Konstitusiya, qanun, qərar, sərəncam, fərman, əmr. İndi keçməklərinizdə var məcəllə, əmək məcəlləsi falan da o müsahibədə keçsiz. Məcəllələrdir, fərmandır, əmrdir, sərəncamdır, qanundur, qərardır, konstitusiyadır. Bunlar rəsmi sənədlərdir. İşgüzar sənədlər də tərcümeyi haldır, vəkalətnamədir, arayışdır, izahatdır, elandır, tərcümeyi haldır, ərizədir. Bunlar. İndi bunları necə yadda saxlayaq, Nərmin xanım? Rəsmi sənədlərin öz mütəxəssisi var. Qanunu kim verir? Milli Məclis. Qərarı Nazirlər Kabineti, düzdürmü? Fərman sərəncamı prezident. Bunların öz mütəxəssisləri var. Siz fərman verə bilərsiniz və ya mən. Heç kim verə bilməz də, düzdür? Konstitusiyanın Milli Məclisdir, düzdürmü? Biz verə bilmərik bunu. Amma işgüzar sənədləri belə yadda saxlayın. Biz nə edə bilərik? Özümüz yaza bilərik. Tərcümeyi hal yaza bilərsiniz. Bəli. Yaza bilərsiniz. Ərizə yaza bilərsiniz. Bəli. Yaza bilərsiniz. Vəkalətnamə. Kiməsə vəkalətnamə verə bilərsiniz. Bəli. Elan yaza bilərsiniz. Reklam, izahat, hesabat. Yaza bilərsiniz bunlar. Yaza bilərsiniz. Amma rəsmi sənədləri yaza bilməzsiniz. Aydındır? Bu qədər sadə. İndi